Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugünkü qonağımız bir çoxlarının da Kolya olaraq tanıdığı, elə mənim də elə tanıdığım Kənan bəydir. Kənan bəy, xoş gəlmisən. Xoş gördük. Dünya klassik ədəbiyyatından yazıçılar deyəcəyik. Sən isə onlar arasında o yoxsa bu üzrə seçimlərini edəcəksən. Hazırsan? Bəli, hazıram. O zaman getdik. Charles Dickens yoxsa Jack London? Jack London. Jack London yoxsa Gabriel Garcia Marquez? Jack London. Jack London yoxsa George Orwell? Təbii ki, Jack London, George Orwell heç seçmərəm. Çünki heç yəni bəyənmədiyim bir yazıçıdır. Təbii ki, Jack London. Jack London yoxsa Franz Kafka? Franz Kafka biraz depressiv yanaşır öz kitablarının əsərlərində. Düzdür, həyat biraz sərtdir, biraz xaotikdir. Amma yəni Kafkanın bizə təqdim etdiyi qədər də yox. Ona görə yəni Jack Londonla davam edirik. İndi isə biraz çətinləşdirək. Jack London yoxsa Alexander Dumas? Alexander Dumas bəyənirəm, amma ikisinin arasında qalmışam. Yenə Jack London. Yenə də Jack London dedik. Jack London yoxsa Victor Hugo? Bu dəfə Victor Hugo deyəcəm. Nəhayət ki, tilsim qırıldı. Deməli sonlara doğru gedirik. Victor Hugo yoxsa Lev Tolstoy? İkisi də əslində klassikanın şah damarlarıdır. Amma mən Lev Tolstoy seçəcəm Rus ədəbiyyatı ilə. Və final sualı. Lev Tolstoy yoxsa Fyodor Dostoyevski? Klassikada 3 əsas sütun varsa, biri Victor Hugo'dur, biri Tolstoydur, digəri Dostoyevskidir. Amma mən Dostoyevskini daha çox bəyənirəm. Onun həm insanın qaranlıq tərəfini göstərmək cəhətdən, istər psixologiyanın, onun ümumiyyətlə əsərlərində hər mövzudan tapmaq olar. Ona görə də babam Dostoyevski. Qalibimiz Fyodor Dostoyevski.